Salam, xoş gördük hər birinizi. İlk öncə özüm haqqında danışmaq istəyərdim. Mən Fatma Fərəcova, 7 ildən çoxdur ki, catering sahəsində fəaliyyət göstərirəm və mindən çox müştəri məmnuniyyəti qazanan insanam. Bu kanalı yaratmaqda məqsədim isə catering sahəsində fəaliyyət göstərmək istəyən və yaxud da ki, fəaliyyət göstərib, amma necə davam etmək lazım olduğunu bilməyən və yaxud da öz biznesini açmaq istəyib də, amma riski də bilməyən insanlara motivasiya olmaqdır. Öz bilik və bacarığımı, təcrübələrimi sizinlə bölüşməkdə. İnsanlara istər maddi, istər mənəvi, istərsə də biliklərin baxımından, bacarıqların baxımından motivasiya olmaq, onlara öz təcrübələrimi bölüşərək daha çox faydalı məlumatlar verməkdir. Hər bir insanın həyatına cüzi də olsa toxunuş edə bilməkdir. Bütün potensiallarını ortaya qoyub, müstəqil şəkildə qazanc əldə etməsinə töhfə verə bilməkdir, fayda verə bilməkdir. Bu kanalı açmaqda məqsədim də istər catering sahəsinə gəlmək istəyən, yaxud da gəlib də davam etməyi bacara bilməyən, biznes qurmaq istəyib də, amma hardan necə başlayacağını bilməyən insanlara töhfə verə bilməkdir, fayda verə bilməkdir. Mən demirəm super ağıllı insanım, mənim də həyatda çox böyük səhvlərim var. Hələ biznesdə ümumiyyətlə, yəni zamanla danışacağım, siz də görəcəksiniz, amma gözünüzü qorxutmaq istəmirəm. Siz amma demək istəyirəm ki, o səhvləri eləməyin, o xərclərə də düşməyin. Yəni sıfırdan bu sahəyə gəlib çox gözəl, böyük məbləğlər də qazanmaq mümkündür. Mən bu belə deyək də nəticəyə 4 ilə, 3 ilə gəldimsə, siz amma 4 il, 3 il itirmədən bu videolara baxmaqla, bu kanala abunə olmaqla əldə edə biləcəksiniz. Çünki şəxsi inkişaf proqramlarına həddindən artıq çox qoşulmuşam və biznes sahəsində gəlib də fəaliyyət göstərmək istəyən insanın və yaxud da ki, irəli getmək istəyən insanın qorxuları demək olar ki, eyni mövzular olur. Öz qorxularınızı da şərh bölməsinə yazırsınız. O qorxuların yaranma səbəbini və o qorxuların dəf edilməsi hansı metodlarla mümkün olduğunu mən sizə şərh bölməsində qeyd edəcəm. Niyə məhz krep yuxasından başladım? Çünki krep yuxası həddindən artıq çox az bir məbləğə başa gələn, az bir büdcəyə başa gələn qidadır və həddindən artıq insandan çox vaxt və enerji tələb edən bir sahədir. Mən özüm şəxsən krep yuxasını professional şəkildə bişirə bilməyim üçün bəlkə bir 6 ilimi sərf eləmişəm. Hər dəfəsində ya yuxalar alınmırdı, ya yuxalar cırılırdı, ya yuxada un çox olurdu, ya yuxa həddindən artıq sıyıq kimi olurdu. Heç cürə mən o yuxaları professional şəkildə bişirə bilmirdim. Balaca titislik xəstəliyim var. Bir balaca sərgi-səhmana çox fikir verən insanam. Ona görə yaxın çevrəm hətta mənə təmizlik xəstəsi belə deyirlər. Bəlkə də haqlıdırlar, o da ola bilər. Dediyim odur ki, sırf mənim əlimdən çıxmalıdır. Mən bu sahəni öyrənəcəm, mən bu krep yuxasını bişirməyi öyrənəcəm deyə qarşıma məqsəd qoydum və maşallah olsun, professional şəkildə illərdir ki, catering sahəsində həm bilgilərimi bölüşürəm, həm işçilərimizə bu bilikləri verirəm və hətta YouTube kanalında ilk videom sırf krep yuxasını professional şəkildə hazırlanmağa həsr olunubdur ki, həddindən artıq çox vaxt və enerji tələb olunduğuna görə 6 il ərzində hər dəfə alınmayanda mən hər dəfə krep yuxasından küsürdüm və mən 6 ildən sonra gəldiyim nəticəni yalnız bir videoda 13 dəqiqə 13 saniyə ərzində bütün detalları izah eləmişəm və bütün orada aşbazlıq sirlərini bölüşmüşəm. Arzu edən hər bir kəs sırf krep yuxası ilə öz biznesinə başlaya bilər, catering sahəsinə başlaya bilər. Bizim müştərilərimiz ən gözəlinə, ən keyfiyyətlisinə, ən yaxşısına layiqdirlər. Amma həmin saat eyni vaxtı göstərirsə, həmin tava eyni keyfiyyətdə yemək bişirirsə, həmin mikrovalnovka eyni funksiyaları daşıyırsa, nə mənası var onu bahasına almağı? Ona görə deyirəm ki, əzizlərim, catering sahəsinə krep yuxası ilə başlayın və krep yuxası ilə başlasanız, siz etap-etap, hissə-hissə, pillə-pillə ən yüksək səviyyələrə qalxacaqsınız. Niyə məhz krep yuxasından başlayıram? Çünki krep yuxasından başlamaq həddindən artıq çox asandır, çox da ucuz başa gəlirmiş. Əslində, ən çox da insanların, təcrübəmiz göstərir ki, ən çox da insanların krep yuxasına sərf edəcək vaxtları olmadığına görə, enerjilərini sırf krep yuxasına sərf etmək istəmədiklərinə görə çox vaxt onlar sifariş verməyə üstünlük verirlər. Və bizim də cateringdə qazancımızın çoxu, inanın Allaha ki, krep yuxasından gəlir.
Çünki həddindən artıq çox vaxt tələb edir, çox enerji tələb edir. Təsəvvür eləyin ki, mən bu sahəyə başlayanda indiyə qədər yadımdadır ki, 100 ədəd sifariş qəbul eləmişdik. Çünki təzə reklam vermişdik səhifəmizi. Bir en qədər də yəni bizim pulumuz çıxmışdı, xərcimiz çıxmışdı, yeməklər göndərilmişdi. Təsəvvür eləyin ki, mən indi 100 ədəd krep yuxasını maksimum 2 saat, 2 saat yarıma bişirə bilirəm. 3 tava ilə. Amma sadə bir insanın nəyinə lazım? Eyni ölçüdə, eyni tavadan 3 ədəd alsın. Açıqdır, yəni mən də əgər bu sahəyə başlamasaydım, mənə bir ədəd krep bişirən tava bəs eləyəcəkdi. Baxın, əvvəllər mən hansı səhvləri eləyirdim krep yuxasını bişirərkən çox az, həddindən artıq, daha orta həddən də aşağı qazın belə deyək də təzyiqini verirdim və bir tava ilə işləyirdim. Təsəvvür eləyin ki, bir krep yuxasının başa gəlməsi minimum 3-4 dəqiqə vaxtımı alırdı. Siz təsəvvür eləyin ki, 100 krepi 3-4 dəqiqə olmaqla hər biri 300-400 dəqiqə eləyir. 300-400 dəqiqədə neçə saat vaxt eləyir? Krep yuxasını hazırlamağa başlayanda saat 8 ya 9 idi axşam. Və bir də gördüm ki, səhər açılır. Sonra təcrübələrimlə, sonra illərlə ikinci tavanı aldım. Düşündüm ki, doğrudan mən ikinci tava ilə də yəni işləyə bilərdim. İllərlə mən ikinci tavanı almırdım ki, birdən mənim fikrim bir tavada qalar, digər tavanı görmərəm, biri yanar, biri yəni normal çıxar. Amma indi isə hətta 4 tava ilə də yeri gələndə bişirməyə bacarıram və əməkdaşlarımıza da öyrətmişəm onun texnikasını. Hətta sizə də videolarımda göstərmişəm və plus mən nəinki bir dənə tava ilə işləmirəm, hətta orta təzyiqdə deyil də çox iti təzyiqdə sürətlə işləyirəm. 3 tava təsəvvür edin, 3 tavadır hal-hazırda yüksək təzyiqlə bişirilir və bunun sürətinə bir dənə fikirləşin. Yəni bu 5 dəfə irəli getmək deməkdir. Onların da hər birinin texnikasını, aşpaz sirlərini bu kanalda birinci videomda paylaşmışam. Arzu edən hər bir kəs ona baxa bilər. Catering sahəsinə təzə gəlmişik və krep yuxasını hazırlamağa ümumiyyətlə risk eləmirəm. Heç ağlımın ucundan belə keçirtmirəm. Çünki dəfələrlə YouTube'da da videolara baxmışam. Hər dəfəsində nəyisə əskik gəlir. Eynisini edirəm, amma eyni videoda gördüyüm kimi alınmır. Gəlin onu da etiraf edək ki, YouTube'da reseptlərin düzdür, yaxşılardan sözümüz yaxşılardan iraq. YouTube'da hər bir video, hər bir resept sırf faktla üst-üstə gəlmir. Niyə, nəyə görə o fikrə gəlmişəm? Çünki mən təlimlərə də qoşulanda YouTube'da eyni yəni adam həm təlim keçir, həm də ki YouTube'da videolar paylaşır ödənişsiz olaraq. Yemək reseptləri paylaşır. Həmin yeməyi tamam fərqli formatda bişirir və onun təlimlərdə göstərdiyi formatı həyatda eləyəndə həqiqətən də gerçəkdə də alınır. Ona görə bilirəm ki, YouTube'da heç də hər resept görsəndiyi qədər olmur və yaxud da ki, real, faktiki resepti hər kəs paylaşmır, hər kəs bölüşmür. Yəni bu acı reallıqdır. Mən də neçə dəfələrlə olmuşdu ki, krep yuxasına baxırdım, alındıra bilmirdim. Bir dəfə heç yadımdan çıxmır. 4 uşaq anası idi, Rusiya vətəndaşı idi. Tam təsadüfən kəşfətdə Instagramda qarşıma çıxdı. Təsəvvür edirsiniz, bu qadın sırf dum ağappaq krep yuxasını bişirə bildiyinə görə, o da bilirsiniz ki, polfabrikatlar üçün həddindən artıq çox yaxşıdır, çox uyğundur. Tam qızardılmış şəkildə süfrəyə vermək daha yaxşıdır. Nəinki onu soyuducuya, dondurucuda saxlamaq. Bilinç yuxasından başqa, krep yuxasından başqa bu adamın bişirdiyi yalnız mantı idi. Vəssalam. Başqa heç bir sifariş qəbul eləmirdi. Yəni bu insan o qədər ki sifarişləri var idi ki, bu insan əlavə menyuya hansısa bir qidanı gətirməyi düşünmürdü, lüzum bilmirdi. Ona görə düşündüm ki, əgər bu qədər yəni insanların tələbatı olan, insanların daha çox seçim etdiyi bir sahədirsə, niyə də mən bunu professionalca öyrənməyim? Siz inanırsınız səhvlərimlə, yenə də videolara baxmaqla, YouTube kanalına, reseptlərdə bütün incəlikləri öyrənə, durum deyim ki, YouTube'dan öyrəndim, xeyr, yenə də öz təcrübələrimlə, öz səhvlərimlə, sırf mənim bişirərkən riayət elədiyim qaydalara uyğun ən yüksək, ən gözəl nəticələrə gəlib çatdım və bu günləri də sırf öz təcrübələrimdən, öz səhvlərim üzərində gəldiyim reseptlə illərdir ki, bizə müraciət edən müştərilər var ki, yəni Fatma xanım, sizin yəni kreplər tamam fərqlidir, tamam başqadır. Krep yuxasını bişirə bilməyiniz üçün, krep yuxasının satışına başlaya bilməyiniz üçün sizə əl çırpıcısı, əl mikseri, 2 dənə ləyən, 1 ədəd süzgəc və bir də şpatula.
kifayət eləyir. Bir dənə də çömçə kifayət eləyir ki, bu sahəyə, bu biznesə başlayasınız. Və krep yuxasını siz səliqəli bişirsəniz, ideal şəkildə bişirsəniz, həm vaxtınıza, həm enerjinizə, həm ərzaqlarınıza dəyər verib, sevgi qatıb, bu sahəyə gəlsəniz, inanın Allaha ki, ucalacaqsınız ki, uduzmayacaqsınız. Söhbət birinci videodan gedir. Göstərdiyim videoda mini təlim xarakterlidir. Krep yuxasını bişirməyə sırf fokuslanmışam o videoda. Orada 7-8 məsəl üçün yumurtadır. Siz onu 2 yerə də bölə bilərsiniz, 3 yerə də bölə bilərsiniz. Ərzaqları baxırsınız, 3 yerə bölürsünüz. Birdən alınır, alınmaz deyə tərəddüdünüz varsa, onu 3 yerə bölün, 3də 1 hissəsini bişirin. Birinci videoda paylaşdığım reseptlə siz 45-55 ədəd birinci yuxası hazırlaya bilərsiniz. Amma bəlkə siz ilkin olaraq, test olaraq 10-15 ədəd hazırlamaq istəyirsiniz. Onu hətta reseptdə qeyd etdiyim ərzaqları hətta 4-ə belə bölə bilərsiniz ki, bir növ test olaraq yoxlayasınız, görəsiniz o krep yuxaları alınırmı, alınmırmı? Alınmırsa, əgər reseptin eynisini eləmisiniz, tutaq ki, alınmırsa, siz sadəcə olaraq şəklini mənə yollaya bilərsiniz və yaxud da ki, nəticəsi haqqında mənə yazılı olaraq şərh bölməsində qeyd edə bilərsiniz fikrinizi və yaxud da alınsa nə xoş mənə təəssüratınızı mənimlə bölüşə bilərsiniz ki, mənim üçün də digər videoları paylaşmaq, mənim üçün də digər məlumatları paylaşmaq daha həvəsləndirici olsun. Mənim üçün də digər faydalı bilikləri sizinlə bölüşmək daha maraqlı olsun deyə öz fikirlərinizi də mənimlə bölüşsəniz çox xoş olar. Yəni istər alınan, istər alınmayan bütün təəssüratlarınızı, istər müsbət, istərsə də mənfi, inşallah ki, mənfi olmaz, amma eynisini eləsəniz alınmamaq deyə bir şansınız yoxdur. Yəni ilkindən özdə başlayacaq. Məsələn, mən xarici trenerlərə maraq üçün bu yaxınlarda qoşulmuşdum. Sırf blinçik yuxasını bişirməyi dedim, görüm ruslar necə bacarır da bunu. Siz inanırsınız, həmin trenerdən mən öz təcrübəmlə gəldiyim nəticələrdən mən 6-7 səhv tutdum ki, yəni bunu düzgün eləmirsən də, yəni bunu necə eləmək olar? Bunda məsələn tava nədir, nə deyil? Yəni və yaxud da ki, blinçik yuxasını bişirəndən sonra bunu yağlamağın mənası nədir? Yəni yağ içində blinçik yuxasının üzməsi nə deməkdir? Yəni mən məsəl üçün yağı sevmirəm deyə həddindən artıq çox yəni orta həddə olur bizim krep yuxasının yağı. Halbuki qoşulduğum təlimlərdə %90 təlimçilər deyir ki, ilk 3 krep alınmayacaq. Narahat olmayın, davam eləyin amma. Amma mən sizə inamla, əminliklə deyirəm ki, həmin reseptdən sizin yuxalarınız eynisini eləmisinizsə, ilkindən alınacaq. Ona görə də əzizlərim, ürəkli olun. Əlinizdə olan əşyalarla, avadanlıqlarla maksimum dərəcədə istifadə edərək bu yola başlayın və azad, asudə, maddi olaraq tam sərbəst qazanc əldə eləməyi öyrənin. Yəni bəzən olur ki, insanın həyat yoldaşı, qardaşı, atası, ailəsində və yaxud da ki, Allah uzaq eləsin, xəstəsi imkan vermir ki, o insan qapıdan qırağa çıxsın, hansısa bir işə getsin, səhər gedib axşam gəlsin. Hər birimizin belə deyək də çöldə, bayırda işləyə bilməməyimiz üçün bir səbəbimiz var. Hər bir normal insan istəyər ki, qazanc əldə eləsin, kiməsə asılı olmasın, kiməsə necə deyim, ağız açmasın, kiməsə möhtac olmasın. Gəlin belə deyək də, bu videolar, bu kanal sırf maddi azadlığa qovuşmaq istəyən, sərbəst şəkildə öz ayaqları üzərində durmaq istəyən, heç kəsə möhtac olmadan, çox az bir büdcə ilə çox böyük məbləğlər qazanmaq istəyən və hədəfləri yüksək olan insanlar üçündür ki, mən burada bütün biliklərimi, təcrübələrimi paylaşacağam ki, hər bir kəsə fayda dolu, hər bir kəsə necə deyim, gözəl nəticələr əldə edə biləcəyi reseptlər verəcəm ki, motivasiya dolu podkastlar hazırlayacağam ki, hər bir kəs tam sərbəst şəkildə, azad şəkildə öz evinin içində, öz mətbəxində, mətbəxinin kvadratından asılı olmayaraq, mətbəxinin şəraitindən asılı olmayaraq, çox kiçik bir büdcə ilə əlində olan avadanlıqlarla ən yüksək nəticələrə gəlib çıxsın, ən yüksək məbləğləri qazana bilsin. Əzizlərim, əgər mənim biliklərimdən, təcrübələrimdən faydalanmaq istəyirsinizsə, yararlanmaq istəyirsinizsə, kanalıma abunə olursunuz, fikirlərinizi mənimlə bölüşürsünüz, fikirlərinizi mənimlə
paylaşırsınız və mənə də motivasiya olursunuz. Mən də sizə sevgi ilə, həvəslə, böyük maraqla, böyük sevgi ilə, böyük rəğbətlə növbəti podkastları hazırlayıram. Bugünlük bura qədər. İnşallah ki, hər bir kəsə faydalı oldu. İnşallah ki, hər bir kəs üçün yararlı oldu. Nə xoş mənə ki, kiməsə faydam dəysin, kiməsə məsləhətim olsun. Əgər sizin üçün maraqlı oldusa, əgər çıxışımda hansısa bir mövzuları görmək istəyirdinizsə, bunu mənimlə bölüşsəniz çox şad olaram. Hələlik bugünlük bura qədər. İnşallah gələn podkastlarda görüşmək ümidi ilə. Sağ olun. Allah'a əmanət olun.